Bir neçə gün bundan önce internette Muasir Musavat Partiyasının başçısı Hafiz Hacıyev tanınmış iş adamı Galip Mustafayev hakkında danışırdı. Boş cəfəng sözlərə cavab olarak deyirəm ki, Hafiz Bey, siz kimsiz, nəsiz, sizi Azərbaycan xalqı yaxşı tanıyır. Siz təlxəksiz. Təxminən 3-4 ay bundan əvvəl Azərbaycan televiziyası ilə göstərilən bir sujetdə Bakıda itlər üçün tikilmiş bir yataqxana veya otel mi diyeyim, haqda söhbət gedirdi. Avropa standartlarına uyğun yüksek seviyede itlərin qayğısına qalmaqları haqda Azərbaycan dövlətinin nailiyyətindən danışırdılar. Hər itə bir ayda 1000 manat pul ayrılması haqda ağız dolusu danışırdılar. Halbuki Azərbaycanda insanlar üçün orta aylıq əmək haqqı 180-200 manat həcmindədir. Siz o zaman lal olmuşdunuz, danışmırdınız. İndi isə hay-həşir salıb deyirsiniz ki, niye bu iş adamı itinə toy edib? Birinci, bu adam itinə toy etməyib. O sadece olarak itinə darıxmasın diye əks cinsten olan bir it alıb. Burada qəbahət nə var ki? Galip Mustafayev 300-400 adam işlə təmin edib və sizin ağız dolusu təriflədiyiniz dövlət başçıları kimi 180-200 manat yox, 400, 500, 600 manat həcmində əmək haqqı verir. Hər qurban bayramında aylarla ət önünə həsrət qalan kasıblara onlarla heyvan kəstirib ət paylar. Sən özün ömründə bir dəfə qurban kəsib yoxsullara paylamısanmı? Əminəm ki, yox. Sənin xislətin ancaq yaltaqlanmaqdır, iqtidarı tərifləməkdir və sən və sənin kimi şəxsiyyətsiz buyruq qulları özünüzü inkar edirsiniz. Gah deyirsiniz Azərbaycanda hamı yaxşı yaşar, kasıb yoxdur. Gah da deyirsiniz millət acından ölür, bu iş adamı niyə itinə toy eləyir? Kaş belə iş adamından çox olaydı və onda doğrudan da Azərbaycanda kasıb olmazdı. Sən və sənin kimləri isə bu qeyrətli vətən oğlunu az qala xalq düşmanı elan edirsiniz. Vaxt vardı Azərbaycanda kosmosa ilk dəfə göndərilən Laik adlı bir itə tərif yazıb və bu yazıya görə xalq şairi adına layiq görülən şairlər olub. Azərbaycanı əsrlər boyu boyunduruq altında saxlayan Ruslara mənfur Komünist Partiyasının başçısı Leninin şəninə nəğmələr qoşan xalq şairi, aşıqlar, bəstəkarlar az mı olub? Galip bəy isə nə ermənilərə, nə də ruslara, o ancaq Azərbaycanlılara yardım edir və bütün Goranboylular ona hörmət edir və dəstəkləyir. Sizlərsə onun bu xeyriyyətçiliyinə kölgə sala bilməzsiniz. Ayıb olsun sizə. Yeri gəlmişkən bu şeir ona həsr olunub. Neçə evə sevinç gətirib, qəlb isidib hərarəti qalibin. Neçə yoxsul himayəyə götürüb, danılmazdı bu xidməti qalibin. Vardı mərifəti, vardı hörməti, Tanrı ona göstərməsin möhnəti. Günü gündən qoy uzalsın şöhrəti, örnək olsun məharəti qalibin. Daim ciddi söz danışmaz bayağı, dünya görmüş bir axsaqqal sayağı, fəqirlərin, kasıbların dayağı, var insanlıq ləyaqəti qalibin. Ay Şəhriyar, heç vaxt aşmaz həddini, Ulu Tanrı qoyaymasın qəddini, Goranboyun Hacı Zeynalabdini, eldə gəzir səxavəti qalibin.